Əzizlərim, hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərindəyik. 2 dənə belə bir evimiz satışa çıxıb. Xırdalanda Dimdə hansı tərəfdədir? Avpark yaşayış kompleksinin düz yanında yerləşir. Bax, ikisi də satışdadır. İkisi də bizdədir, satışdadır. Geniş məhəlləni göstərir ki, ona görə geniş məhəlləsi var. Evin qarşısında da maşın saxlaya bilərsiniz. Belə bir həyəti də var. Bax, göstər həyətini. Səliqəli bir həyəti var. Qapını bağlayın. Sənədi kupçadır, 2 mərtəbə, 4 otaq köhnə qiymətlə satılan evdir. Məhəllə, nə? Məhəllə çox geniş bir məhəllədir. Sərisi də genişdir bu evin. Koridor sistemi görürsünüz genişdir. Burada bir dənə, zalına boydadır, buna bax. Bir dənə geniş zaldır. Göstərsən zalın. Gəl burada göstər, mətbəxi. Hamam ayağı olsun göstər. Bütün aksesuarların hər biri quraşdırıb. 2 dənədir köhnə qiymətlə satılır. Burada da yerləşir evin geniş bir mətbəx hissəsi. Bu evin podvalına keçmək üçün yer var. Bax, gəl bura. İçərdən də var, çöldən də var, əzizlərim. Nə bax. Durna boyda. Yəni aşağıda otaq da yarada bilərsiniz istəsəz. Rahatçılıqla bir otaq aşağıda düzəldə bilərsiniz. Girmirəm, değil mi? Oraya girdim, çıxa bilməyəcəm. Qalxın yuxarıya doğru. Sənədi kupçadır, qiymət 85.000 manatdır, köhnə qiymətlə satılır. Real alıcı gəlsə qiymətlə yerində razılaşmaq da olunacaq. Başqa nə olsun, nə bitsin, nə yaşansın. Bu da 2-ci mərtəbə. Burada qəşəng qardirob yığa bilərsən, genişdir. Bax, göstər. Bir otağı buradadır. Bir otağı buradadır. Hamam sanuzel bir dənəsi də yuxarıdadır. Bir dənə də balaca uşaq otağı bu hissədədir. Xanımlar və bəylər, gəlin baxın, valla köhnə qiymətlə satılır. Kupçası var. Yeri də belə yer. Sağ olun, salamat qalın.